قرآني نبض حياتي، قرآني طهر ذاتي، قرآني عصمة أمري، قرآني طوق نجاتي. Bismillahirrahmanirrahim. Mehraban ve bağışlayan Allah'ın adıyla. Muxtəsər və faydalı təfsir proqramının hörmətli izləyiciləri, xoş gördük sizləri. Bugünkü dərsimizdə də Qədr surəsinin tərcümə və təfsirini davam etdiririk. Ayədə qeyd olunan ruhda məqsəd kimdir? Ruh həmun Cəbraildirmi? Ruhun növləri haqqında açıqlamaq verin. İmamət məqamını inkar edənlərə hansı surəni dəlil göstərmək olar? Bizi izləməyə davam edin. Bismillahirrahmanirrahim. تنزل الملائكة والروح فيها بإذن ربهم من كل أمر. O gecə mələklər və ruh Rəbbinin izni ilə hər bir işi yerinə yetirmək üçün yerə ənərlər. Ayədə qeyd olunan ruhda məqsəd kimdir? Ruh həmin Həzrəti Cəbraildirmi? Bəzi təfsir alimləri ruhun Cəbrailə əmin olduğunu yazır. Ruh haqqında söyləyənlə başqa bir təfsir isə digər təfsirdən daha məqsədə uyğundur. Belə ki, ruh mələklərdən də üstün olan əzəmətli bir məxluqdur. İmam-ı Sadiqdən nəql olunan bir hədisdə deyilir. Bir şəxs Həzrətdən soruşdu. Ruh həmun Həzrəti Cəbraildirmi? İmam-ı Sadiq əleyhissalatu vəssalam cavabında buyurdu. Cəbrail mələklərdəndir. Lakin ruh mələklərdən daha üstündür. Məgər Allah Taala ayədə mələklərə və ruhun nazil olduğunu buyurmurmu? Burhan təfsiri cildi 4, səhifə 481. Mələklərin Qədr gecəsində Həzrəti Peyğəmbərin qəlbinə və məsum insanlara nazil olmasıyla yerlə göy, mülk ilə mələkut aləmi, təbiətlə qeyb aləmi arasında dərin əlaqə yaranır. Amma ruhun növləri haqqında meyl, istək və şəhvətin qaynağı olan ruh, güc və hərəkət qaynağı olan ruh. Yuxarıda qeyd edilən iki növ ruh həm insanlara, həm də heyvanlara aiddir. İxtiyar və düşüncə qaynağı olan ruh. Bu ruh insana məxsusdur. Sırf ağıldan ibarət ruh. Bu ruh mələklərin mahiyyətini təşkil edir. Mələklərdən üstün olan ruh. Bu ruh Qədr gecəsi mələklərlə birlikdə yerə nazil olur. İmam-ı Baqir əleyhissalatu vəssalamla nəql olunan rivayətdə bildirilir ki, imamət məqamını inkar edənlərə Qədr surəsini dəlil göstərin. Bu surəyə əsasən mələklər hər il Qədr gecəsi yerə nazil olur. Onlar Peyğəmbərin həyatı zamanı
Həzrətin huzuruna ənirdilər. Bəs Peyğəmbərin vəfatından sonra kimin huzuruna ənirlər? Aydın məsələdir ki, ilahi mələkləri hər kəs qəbul edə bilməz. Mələyi qəbul edən şəxs Peyğəmbər kimi məsum olmalı. Şərait qarşısında məsuliyyət daşımalıdır. Belə bir şəxs yalnız məsum imam ola bilər. Bizim dövrümüzdə bu şəxs Həzrəti Məhdi İmam-ı Zaman Əccəlallah Teala fərəcəhu şərifdir. Deməli, Qədr gecəsi mələklər onun huzuruna ənir. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu. Qədr surəsinin təfsirini növbəti proqramımızda da davam etdirəcəyik. Yenidən görüşmək ümidi ilə Allaha əmanət olun.